Kvant sıçrayışı meditasiyası. Bu meditasiyada biz 2 il sonraki sənlə görüşəcəyik. Rahat bir şəkildə əyləş və ya uzan. Bu meditasiyanı sadəcə sakit bir şəraitdə dinləməlisən. Maşın sürərkən və yaxud da hansısa alətlə çalışarkən dinlənilməsi qəti şəkildə qadağandır. Gözlərini yum və rahat-rahat nəfəs al. Burnundan dərin bir nəfəs al və ağzından bu nəfəsi yavaş-yavaş burax. Bir daha burnundan dərin bir nəfəs al və nəfəsini saxla və nəfəsini burax. Hər nəfəs aldıqca rahatlıq bədəninə yayılacaq. Hər nəfəs verdikcə bütün gərginlik səni tərk edəcək. Dərin nəfəs al, verməyə davam et. Və indi diqqətini əllərinə yönəlt. Və əllərini qaldır, ürəyinin önündə, bir-birinin qarşısında saxla. 2 ovucunu bir-birinə yaxınlaşdır və onları bir-birinə sürtməyə başla. Sürt, sanki əllərinin arasından isti bir enerji oyadırsan. Ovucularının arası isti olana qədər əllərini bir-birinə sürt və mənimlə birlikdə niyyətini et. Mən həyatımda böyük və müsbət dönüşümü qəbul edirəm. Mən özümün ən gözəl reallığıma doğru adımlayıram. İndi əllərini biraz arala və hiss et. Ovucularının arasında yumuşaq, parlaq bir ışıq yaranıb. Bu ışığı daxili nəzərinlə görməyə çalış. Sanki bu ışıq get-gedə böyüyür, daha da canlı olur. Daha isti, daha da böyük olur. Bu ışıq sənin niyyətindir. Sənin daxili gücündür. Sənin sonsuz potensialındır. İndi bu ışıq topunu sevgi ilə ayaqlarının altına burax. Işıq ayaqlarının altından sanki bədəninə daxil olur. Ayaq barmaqlarını işıqlandırır. Ayaqlarını, topuqlarını, baldırlarını, dizlərini, budlarını, hər toxunduğu yerdə bu ışıq bütün yorğunluğu əridir. Bütün gərginliyi aparır. Sanki bütün yüklər, bütün ağırlıqlar bu enerji ilə ışığa çevrilir. Bu ışıq artıq sənin cana nahiyənə qədər çatır. Qarnını doldurur, sinəni işıqlandırır, kürəyindəki bütün ağırlıq əriyib yox olur. Çiyinlərin rahatlayır, qolların, dirsəklərin, biləklərin, barmaqlarının ucuna qədər hər yer bu saf ışıqla dolur. Bu ışıq artıq boynuna qədər yüksəlir. Üzünü işıqlandırır. Çənəni, dodaqları, yanaqları, gözlərini, alnını
və nəhayət başını tamamilə rahatladır. Sanki başının dərisi, saçlarının da dibi rahatlamış olur. Rahat bırak. Qoy bu ışıq bütün gərginliyi, bütün stresi götürsün. İndi bu ışıq başının yuxarısından yavaşça çölə çıxacaq. Sanki başının təpə hissəsi əmgəh deyilən hissəsindən ışıq yuxarıya çıxıb, ışıq topuna çevrilir. Və sən tam sakitlik içində öz şuurunla birlikdə həmin ışıq kürəsinin içinə daxil olursan. Sanki sən o ışığın içindəsən və yuxarıdan bədənini görürsən. Sakit, nəfəs alıb verən bədənini. Onun güvəndə olduğunu bilirsən. Sənsə artıq saf şuursan, saf ışıqsan. Bu ışıq topu yavaş-yavaş yüksəlməyə başlayır. Tavan sənin üçün sakitcə açılır, otağının tavanı aralanır və sən bu ışıq topunun içində yuxarıya qalxırsan. Və yaşadığın bina artıq aşağıda qalır. Küçələr kiçilir, yaşadığın şəhər uzaqlaşır. Yaşadığın ölkə uzaqdan görünür. Sən sanki yuxarıya doğru, yüksəklərə doğru süzülməyə başlayırsan. Buludların üzərindən keçirsən, atmosferi geridə qoyursan. Və artıq kosmosa doğru daha da yuxarıya yüksəlirsən. Yer planeti getdikcə kiçilir, mavi bir ışıq kimi uzaqda qalır. Sən isə sonsuz kosmosun sakitliyində irəliləyirsən. Ətrafında ulduzlar, işıqlar, sonsuzluq və sakitçilik var. Burada sadəcə huzur var. Burada yalnızca sevgi var. Və sonsuz imkanlar var. Burada fərqli ehtimallar var. Və burada zaman fərqli axır. Və hər nəfəs aldıqca sən daha da dərin bir sakitliyə doğru enirsən. Biraz burada qal, rahatla və artıq hiss edəcəksən ki, geri qayıtmağa hazırsan. Ancaq bu dəfə indiki ana yox, düz 2 il sonraki zamana. Bütün qarşına qoyduğun hədəflərin, arzuların gerçəkləşdiyi reallığa doğru qayıdacaqsan. Kosmosun sonsuz sakitliyindən yavaş-yavaş geri dönməyə başlayırsan. Uzaqda mavi rəngdə parlayan yer planeti görünür. Getdikcə ona doğru yaxınlaşırsan.
atmosferə daxil olursan. Buludların arasından süzülərək aşağıya enirsən. Dağlar, meşələr, şəhərlər, çaylar və nəhayət mavi bir dənizin sahilinə yaxınlaşırsan. Dərin nəfəs al və nəfəsini verdikdə ayaqların yumuşaq qumun üzərinə toxunacaq. Sən dənizin sahilindəsən. Dənizin səsini eşidirsən. Dalğaların sahilə toxunuşunu hiss edirsən. Üzünə yüngül külək dəyir. Duzlu dəniz havasını dərindən içinə çəkə bilərsən. Burada qəribə bir rahatlıq var. Sanki bu yer sənə tanış gəlir. İndi bir qədər uzaqda bir insan görürsən. O, sakitcə dənizə baxır. Ona doğru yaxınlaşdıqda anlayırsan ki, bu insan sənin özünsən. Amma 2 il sonraki halın. Sənin ən gözəl reallığını yaşayan versiyan. Onun üzündə dərin bir rahatlıq var. Gözlərində inam var. Daxilində bollluq, sevinç və sakitlik hiss olunur. Bu sənin 2 il sonraki halının, versiyanın özüdür. Onun artıq hər şeyi var. Arzuladığın hər şey, istədiyin hər şey, təsəvvür edə bildiyin bütün imkanlar, arzuladığın qədər pulu, resursları, imkanları, evləri, ailəsi, partnyoru, övladları, uğuru, rahatlığı, sənin istədiyin hər şey artıq onun həyatındadır. O tam sağlamdır. Bədəni güclü, fit və enerjilidir. Həmişə arzuladığın ideal çəkidədir. Bədən quruluşu tam istədiyin kimidir. Üzündə rahatlıq, daxilində isə sakitlik və özünə inam var. Gözlərində xoşbəxtlik və həyat enerjisi görünür. O özünə qayğı göstərir, özünü sevir və bunu hər halıyla hiss etdirir. Ona bax, o sənə gülümsüyür. Sanki uzun zamandır səni gözləyirmiş kimi. Onun yanına yaxınlaş və gələcəkdəki sənlə, özünlə diyaloqa başla. Onun gözlərinin içinə bax və ondan soruş. Bütün bunları necə bacardın? Hansı addımları attın ki, bu həyata gəlib çıxdın? Sadəcə dinlə. Qoy gələcəkdəki sən
bütün cavabları paylaşsın. Ona sual ver. Necə oldu ki, bu həyatı əldə etdi? Hansı addımları attı? Nələri dəyişdirdi? Sənə zaman verirəm. Gələcəkdəki özünün sənə söylədiyi hər sözü diqqətlə dinlə. Heç nəyi məcbur etmə. Hansı cavab gəlirsə, onu qəbul et. O sənə hansı addımlar attığını danışır. Hansı qərarları verdiyini, nələrdən imtina etdiyini, nələri öyrəndiyini, hansı düşüncələri dəyişdirdiyini, hansı fürsətləri qəbul etdiyini, hamısını sənə söyləyəcək. İndi isə ondan xahiş et. Bu yolda sənə lazım olacaq bilikləri, imkanları, qaynaqları, bacarıqları və məlumatları səninlə paylaşsın. Ona de ki, mənə bütün bu resursları ötür. Paylaş mənimlə. Və indi görəcəksən ki, o, bədəninin və ya ürəyinin içindən bir şey çıxarır. Bu hər hansı bir əşya ola bilər, bir işıq, bir enerji, bir simvol, bir açar, kitab və ya zehnində yaranan başqa bir görüntü. Və gələcəkdəki sən həmin predmeti sənə uzadır. Dərin bir nəfəs al və həmin simvolu ondan al. Onu əllərinlə götür və həmin predmeti öz ürəyinə yerləşdir. O sənin bədəninin daxilinə keçir. Nəfəsinlə onu ürəyinə qəbul edirsən. Nəfəsini al və onu ürəyinə qəbul et. Nəfəsini burax. Bədəninə daxil olan kimi bu enerji partlayaraq minlərlə kiçik işıq zərrəsinə çevriləcək. Bu işıq zərrələri bütün bədəninə yayılır. Sinənə, qollarına, qarnına, ayaqlarına, boynuna, başına, bədəninin hər bir hüceyrəsinə. Sənə lazım olan biliklər, bacarıqlar, imkanlar və resurslar artıq yüklənib. Onlar sənin bir hissənə çevrilir. İndi gələcəkdəki özünə təşəkkür et. Sənə verdiyi biliklərə görə, səninlə paylaşdığı gücə görə, sənə yol göstərdiyinə görə ona yaxınlaş və ona təşəkkür et. Bütün bunları bacardığı üçün ona təşəkkür et. Və ona de ki, mən də bu yolu getməyə hazıram. Onun sənə necə baxdığını,
seninle fəxr etdiyini ve sənə inandığını göreceksin. Çünkü o bilir ki sen bütün bunları bacaracaqsan. Səndə bu potansiyel mevcuttur. Onun gözlerindeki inamı, sakitliği, sevgini hisset. Bil ki o artık bu yolu keçip ve sen de bunları görebilirsense, demeli sen de bunları elde edebilirsen. Ve indi onun enerjisi senin yüreğinde yaşayır. Yavaş yavaş ondan uzaklaşmağa başlayırsan. Deniz sahiline son dəfə baxırsan, dalgaların sesini dinleyirsən. Ve indi derin bir nefes al ve nefesini yavaşça ver. Nefesini vererken hissedirsen ki artık bedenin yüngülleşir. Ve sen yavaş yavaş yükselmeye başlayırsan. Deniz sahili aşağıda kalır. Şehirler, bulutlar ve sen sakitçe ışık akını ile öz yaşadığın mekana doğru geri kaydırsan. Yaşadığın ülkeye, yaşadığın şehre, yaşadığın binanın üzerine inirsen. Damdan keçirsən, tavandan sakitçe otağına daxil olursan. Ve yeniden öz bedeninin üzerinde dayanırsan. İndiki bedenine sevgiyle bak ve yavaşça öz bedeninin içine daxil ol. Başından, boynundan, sinenden, karnından ayaklarına kadar bütün bedeninle yeniden bir ol. Derin bir nefes al ve hisset. Yüreğinde yerleştirdiğin o enerji hele de oradadır. O bilik, o bacarıq, o cesaret, o bolluk şuuru artık senin bir parçandır. Bu andan itibaren o enerji seni doğru kararlara yöneldecek. Doğru insanlarla karşılaştıracak. Doğru imkanları görmeyine kömək edəcək. İndi hələ gözlərini açma. Bu meditasiyadan sonraki 7 gün ərzində həyatını diqqətlə müşahidə et. Karşına çıkan insanlara dikkat et. Eşittiğin sözlere dikkatini ver. Aldığın dəvətlere, oxuduğun yazılara, ağlına gelen ideyalara, sanki tesadüf kimi görünen bütün hadiselere dikkat et. Çünkü hayat sana işareler gönderebilir. Onları sevgiyle kabul et ve onların her birini qeydə al. Yüreğinde hissettiğin istiqamete doğru hareket et ve yüreğinin sesine güven. İndi isə mən 3'e kadar sayacağım ve her rəqəmlə birlikte özünü daha ayık, daha enerjili, daha sakit hissedeceksin. 1. Bedenindeki yeni enerjini hisset. 2. Derin bir nefes al.
3. Üzündə yüngül bir təbəssümlə yeni həyatına gözlərini aç. Sən özünlə birlikdə yeni enerjini, yeni baxış bucağını və gələcəyindən aldığın gücü də bu ana gətirmisən. Və unutma, sənin yeni reallığın əvvəlcə sənin daxilində yaranır. Daha sonra materiallaşır. 2026 Günay Esse.